Hə, bu videoda biz şöbədə olan vəsaitlərin sərfiyata verilməsini izləyəcəyik. Deyək ki, lap başa qayıdaq. Sistemə daxil olmusunuz. Sərfiyat eləmək istəyirsiniz. Necə edəcəksiniz? Ambulator qeydləri yenidən daxil oluram, poliklinikaya daxil oluram. Daxil olduqdan sonra burada istənilən həkim adını seçə bilərsiniz. Siyahıda fərqi yoxdur. İstənilən həkim adını seçdiniz. Şifrə yerinə heç nə yazmırsınız. Otaq nömrəsi yerində 1 qoyursunuz. Daxil ol düyməsinə klik edirsiniz. Elədikdən sonra caya taxtda pasientlərin siyahısını görürsünüz. Bu sizə maraqlı deyil. Sizə maraqlı olan burada əməliyyatlardır. Əməliyyatların üzərinə klik edirsiniz. Ambulator tərkibinə daxil olursunuz. Daxil olduqdan sonra öz şöbənizi burada görürsünüz. Deyək ki, pambıq günün sonunda 2 ədəd istifadə etmisiniz. Bunun sərfiyyatını necə verə biləcəksiniz? Transferi pambığın üzərinə klik etdikdən sonra transfer üzərinə klik edirsiniz. Yenə transfer asılır. Asıldıqdan sonra buradan miqdar yerinə 2 yazırsınız. Yadda saxlanıb basırsınız. Tipi tullantının sərfiyyatı cəhət tərəf avtomatik olaraq düşür. Əgər səhv yazmısınızsa 24 saat ərzində bunu buradan silib dəyişə bilirsiniz. Yenidən burada artırıb azalda bilərsiniz. Vəssalam.